Stildə radikal dəyişikliklərə necə qərar vermək olar? Stildə köklü dəyişikliklər nadir hallarda bəsdir, bazar ertəsindən tam başqa insanın düşüncəsi ilə başlayır. Daha çox belə olur. Anlayırsınız ki, köhnə geyimlər artıq sizə uyğun gəlmir. Sizdə əvvəlki hissi yaratılır və burada vacib olan əsəbləşmək deyil, sakit şəkildə qəbul etməkdir ki, bəlkə də siz artıq əvvəlki obrazınıza keçmisiniz. Dərhal bütün qarderobu dəyişmək, saçınızı kəsmək, hündür daban çəkmələr almaq və geyimlərin yarısını atmaq lazım deyil. Kiçik addımlarla başlayın. Fərqli siluet, yeni uzunluq, öyrəşmədiyiniz rəng, vurğulu ayaqqabı və ya əvvəllər diqqət etmədiyiniz bir aksesuar. Çox vaxt məhz bu kiçik dəyişikliklər sizə belə bir hiss verir. Deməli, mən biraz fərqli ola bilərəm. Və unutmayın, stil ömürlük sabit qalmalı deyil. Siz sınaq edə, səhv edə, fikrinizi dəyişə, geri qayda və yenidən istiqaməti dəyişə bilərsiniz. Bəzən köklü dəyişikliklər irəliləmək və yaşamağa davam etmək üçün çox vacib olur.